Ömrümüz gözəl, günümüz gözəl, həyatımız gözəl deyib, bir gözəl verilişimizə də körpü salmaq istəyirik sevgili tamaşaçılar. Hər vaxtınız xeyir, gününüz aydın olsun. Hər şey gözəldir həyatda. Həyat özü başdan başa sevdadır, hədiyyədir, tapmacadır. O hədiyyəni almaq gərək, o tapmacanı tapmaq gərək, o sevdaları qazanmaq gərək, o həzzi yaşamaq gərək. Həyat bir bağçadır, gülünü dərmək gərək. Həyat bir oyundur, oyuncusu olmaq gərək. Həyat bir fürsətdir, o fürsəti əldən verməmək gərək. Başdan başa yaxşılıqdır bu həyat. Dünyada əvəzi qaytarılmayacaq, təmənna umulmayacaq bir yaxşılıqdan olunacaq. Həzz qədər bir həzz varmı bu həyatda görəsən? Bütün gözəlliklər yaxşılıqlar üzərində, bütün gözəl sözlər, yaxşı əməllər üzərində yazılır deyirlər. İnsanlığımız özü yaxşılığın qucağında boya başa çatır. Həyat sirdir, həyat möcüzədir, həyat elə həyatdır. Həyatı həyat kimi yaşamaq gərək. Elə bu anımızı, bu günümüzü musiqili, sazlı, nəğməli yaşamaq üçün sizlər də ekran önünə dəvət edirik dəyərli tamaşaçılar. Xoşça gördük hər birinizi və sizlərlə qonaqlarımız arasına körpü salacaq isə mən Çiçək Mahmud qızı Xoşovqat proqramında Türkiyə televiziyasında hər birinizi bir daha salamlayır. Sabahlarınız xeyir olsun deyirik və gələn qonaqlarımıza da xoş gəlmişsiniz deyirik və bu gözəl müşahidə üçün də sizlərə təşəkkür edirik. Qonaqlarımız, dəyərli tamaşaçılar, müxtəlif məkanlardan gəlsələr də hər birimiz elə Tovuz elində, bax bu teleməkanımızın yayımlandığı eldə, obada cəm olduq. Kamil Təbib əslən Kəlbəcərli olsa da özü Bərdə şəhərindən səhər-səhər elə bu məclisimizə təşrif buyurub. Hər bir tamaşaçımızın bəlkə günlərlə, aylarla zəh vurub bizdən istədiyi aşığımız, Aşıq Mehdi. Biz bugün sizlərlə görüşdürəcəyik Aşıq Mehdini, Aşıq Mehdi Məsimov və eyni zamanda peşəkar qarmon çalanımız və ustalıqla hər kəsin öz qarmonu ilə könlünü ala bilən qarmonçumuz və məclislərimizin, elimizin, obamızın yaraşığı qarmon ustamız Fərhad Qədəvəli bugün sizlərlə bir gözəl musiqili ovqatı yaşayacağıq və salamlamaq üçün isə elə Kamil Təbibdən başlayaq, tamaşaçıları bir gözəl ovqata kökləsin bizi inşallah. Hər vaxtınız xeyir olsun Çiçək xanım, dəyərli Türkiyə televiziyasının seyirciləri, xoş gəlmişik siz deməli. Bu televiziyanın çox hər yerdə biz, yəni Azərbaycanın bu regional televiziyalarının içərisində Türkiyə televiziyasının özünün xüsusi bir yeri var. Çox baxımlı bir kanaldır və hamınızı salamlayıram, bütün tamaşaçıları salamlayıram və sizə və Türkiyə televiziyasının rəhbərinə bəri başdan öz təşəkkürümü bildirirəm. İndi hələ söhbətimiz uzun çəkəcək. İnşallah. Veriliş boyunca biz bütün sizin ürək sözlərinizi və gözəl ifalarınızı alacağıq. Mən elə bilirəm, Mehdinin və Fərhadın salamlaşmaları musiqilərinlə olacaq, ifalarla olacaq. Hər halda ürək sözünüz varsa buyurun. Çox sağ olun Çiçək xanım. Bizi bu gözəl verilişə, gözəl kanala dəvət elədiyinizə görə mən bütün dinləyicilərimizi salamlayıram, aşıq sevərlərimizi salamlayıram və Türkiyə televiziyasının bütün əməkdaşlarını salamlayıram. Onlara minnətdarlığımı bildirirəm ki, bütün bölgələrdə, regionlarda çox gözəlliklə sevilə-sevilə baxılan kanaldır. Həm də ən əsas ona görə minnətdaram ki, aşıq sənətinə çox böyük yol, böyük qiymət verir bu kanal. Bütün aşıqlarımızın adından, bütün Azərbaycanda aşıq sevərlər adından, bütün millətimiz adından bu kanalın bir daha əməkdaşlarına minnətdarlığımı bildirirəm. Təşəkkür edirik. Mən istəyirəm elə isti-isti. Fərhadın bəlkə sözü var. Buyurun Fərhad. Fərhad artıq qarmonunla hazırdır. Bəlkə elə heç birbaşa elə mətləbə keçək. Yəni sizdən bir gözəl bir musiqi alaq və o ovqata köhlənək.
senin gözlerinden nesir var ahı. Senin gözlerinden nesir var ahı. Bakış görmemişem ceylan, bu bakış kim, bu bakış kim, bu bakış kim? Kirpikler birbirine oh, değdi değmedi. Kirpikler birbirine oh, değdi değmedi. Çakış görmeymiş ama bu çakış kim? Kınalı ceylan, kınalı ceylan, kınalı ceylan. Senin gözlerinde nesir var ahı. Bakış görmemişem bu bakış kimi. Kirpikler birbirine değdi değmedi. Çakış görmemişem bu çakış kimi. Vallahi bakış görmemişem bu bakış kimi. Belə baxış görməmişəm. Bu nə gözdür, Allah Allah. Qar əllərin hərarəti, oddur, közdür, Allah Allah. Qaş altından sökülür dam, düşüb mələk inadından, qanadından, bu gözəli inadından özüm bezdir, Allah Allah. Bu xəbəri apar qanlı, müjdə qanlı, çapar qanlı, oldum Abbas tufar qanlı, o gün gəzdi, Allah Allah. Allah Allah. Alalanda heyrandın gelen kaşına. O kim olar gelmiş ya sen hoşuna. Oy galana, oy galana, yar galana. Dağın başına ödümü koysan ey dağın başına yokuş görmeymişim bu yokuş kim kınalı ceylan balalı ceylan kadar melam. Alem de heyrandı gelem kaşına. Uçmalar gelmeyesen hoşuna. Özünü koymuşsan dağın başına. Yokuş görmemişim bu yokuş kimi vallahi. Bakış görmemişim. Bu bakış kimi. Güzellik mülkünün şahıymış Allah.
Gözəllik mülkünün şahıymış Allah. Hilal qaş altında badamı gözlər. Ox kimi kirpiklər keşik çəkir ki, baxmasın bir dəfə yadamı gözlər. Belə sərras vuran silah yoxmuş. Nə belə hökmüdar, nə şah yoxmuş. Məcnunda bir zərrə günah yoxmuş, çöllərə salarmış adamı gözlər. Ömrümün bir anın ilə döndərir. Könlümü qırılmış telə döndərir. Məni kərəm kimi külə döndərib aləmə yayıbdı sədamı gözlər. Kamilin dərdi bəs, cəfası bəsdir. Viranla könlünün vəfası bəsdir. Qıysa bir baxışın şəfası bəsdir. Bəlkə sovuşduraq adamı gözlər. Bəlkə sovuşduraq adamı gözlər. Gözəllikdə yarısan belə. Hoşdur kamilə də yarısan belə. Və hansı bəxtəbərin yarısan belə. Naxış görməmişəm bu naxış kimi. Vallah baxış görməmişəm. Baxış görməmişəm bu baxış kimi. Eşq olsun, Aşıq Mehdi. Təşəkkür eləyib. Buyurun, əyləşin. Bu qarmonla sazın sintezində, İncə Gülünün bir gözəl ifası idi və səhər-səhər təbii ki, bütün gecəni də yol gəlmişsiniz, bilirəm, Bakı şəhərindən. Bu yorğunluğunuzu da başa düşürük və bəli, səs də səhər-səhərdir. Təbii ki, biz bütün bu çətinlikləri başa düşürük və eyni zamanda bu gözəl ifanız üçün hər ikinizə təşəkkür edirik. Sözlər Kamil Təbibin sözləri idi. Kamil müəllimin də ruhuna sağlıq, qələmi var olsun. Telefon xəttində tamaşaçımız var dedilər. Zəngi qəbul eləyək. Alo. Xaycan. Sabahınız Məni məndən alan gözəl. Bağışla, əhv elə məni. Qaz əlinlə qəbir yeri, könlündə dəfn eylə məni. Qoy dincəlim cənnət yerdə, ruhum, eşqim uca göydə. Haq yaradıb bu sevgidə, tanı sən də böylə məni. Dostlarım var, gözəl göyçək, məhəbbətdən qala hörək. Mən həmənəm, könlüm kövrək, səslə qara sazla, neylə məni. Ay qabaqlı, alma yanaqlım, sazı gözəl, sözü gözəl, könlü hər şeydən gözəl olan çiçəyim.
Sizi salamlayıram. Yaradıcı heyətinizi, rəhbərliyinizi, bir-birindən gözəl olan o könlü gözəl qonaqlarınızı, sizi sevə-sevə izləyən tamaşaçılarınızı ürəkdən salamlayıram. Teşekkür ederim. Sizə möhkəm can sağlığı arzulayıram. O da yazdı, yaradan pərvanəni o da yazdı. Burada qış olan könlüm gəlibsə orada yazdı. Sizin bu verilişin o qədər gözəlliyi, o qədər əhəmiyyəti var ki, valla bunu danışmağa bir dünya vaxt lazımdır. Ona görə bu verilişinizdə çox gözəl könüllər görürük, gözəl ifalar, gözəl səslər görürük, gözəl sənətkarlar görürük. Bu bizim ədəbiyyatımızın güzgüsüdür. Həyatımız üçün ən vacib olan, ən vacib bizi insanlığa yönəldən o könüllərin, o gülşən könüllərin gözəlliyi, o ifaların gözəlliyi bizi o qədər bir-birimizə doğmalaşdırmağa, bir-birimizə məhəbbətli eləməyimizə bir önəm verir ki, bunu söz də acizdir valla deməyə. Teşekkür ederim. Eşq olsun sizə, eşq olsun o Mən Aşıq qonaqlarınıza. Mehdi ilə bağlı ürək sözlərinizi eşitmək istəyirdim. Çoxdan da Aşıq Mehdini gözləyirdiniz və biz nəhayət bugün sizlərlə görüşdürə bildik Aşıq Mehdini. Çox gözəl, çox gözəl. Dağda gəzən maraldır, dağ başını qar aldı. Yolumu gözləməkdən Aşıq Mehdi, közümün kökü saraldı. Aşıq Mehdini salamlayıram, onun səsini öpürəm, özünü öpürəm, o qara sazını öpürəm. Teşekkür edirik. Gəl, gəl dedim, yeridir, könlüm gülşən yeridir. Yollar yorub da sən Aşıq Mehdi, gözüm üstə yeridir. Var olasın. Sağ olun. Eşq olsun Aşıq Mehdiyə, eşq olsun onun o gözəlliyinə, o gözəl ifasına, o gözəl bacarıqlı sazımıza, o ləyaqətlə xidmət elədiyinə görə onu bağrıma basıram, Teşekkür öpürəm. edirik. Eyni zamanda sizin bir həmyerliniz də var, qarmon ustamız Fərhad Gədəbəyli. Öpürəm gördünüz onun mü, o güzel gözlərini müşayiət öpürəm. elədi. Teşekkür, Onun o avazını, o parmaqlarını öpürəm. teşekkür edirik Həmən xanım. Şair, gözəl şairimizin Kamil Təbil. könlünü öpürəm. Çok Teşekkür sağ olun. edirik, Teşekkür çok sağ ederim. olun. Dərin, Sağ olun. gülləri sulu dərin, könül xəzinənizdən mənə də pay göndərin. İnşallah. Eşq Teşekkür ederim. olsun. Sağ olun. Eşq Çok olsun sağ olun. şairimizə. Sağ Teşekkür olun, edirik teşekkür Həmən xanım. edirik. Çox sağ olun. Gəncədən Həmən xanım idi. Öpürəm hər birinizi, hər olun, birinizə sağ olun, könül xanım. gözəlliyi arzulayıram. Tamam, Teşekkür çok sağ olun. edirik zənginiz üçün. Belə bu da bir tamaşaçının Çox söz gözəl. payı, könül payı idi və çoxdan gözləyirdi sizi kimi qonaqları, belə musiqili qonaqları və ən çox da Aşıq Mehdinin yolunu gözləyənlərdən biri idi. Bugün Aşıq Mehdi bilmirəm neçə ifanı çatdıra biləcək, hər halda azca da olsa bu tamaşaçıları könül yanğısının üstündə bir damcı su çiləyə biləcəyik inşallah. Kamil müəllim, isminiz Kamil, təxəllüsünüz təbib. Bəli. Bu hardan bu təbib? Təbii siz təbibsiz, bu həkimsiz, loğmansız. Burada niyə bəs təbib sözünü belə təxəllüs götürdünüz? Yəni bu Çox sağ sözlə Çox insanları sağ olun. müalicə edirsiniz. Şeyh xanım, gözəl sualdır. Bəlkə də bu sualı birinci dəfədir siz verirsiniz mənə. Yəni ki, bu sualı birinci siz ünvanlayırsınız. Hər bir yazar, yəni tanınmaq üçün özü bir təxəllüs götürür. Mən çox götür-qoy elədim, fikirləşdim ki, yazılarımda bir təxəllüs edilim. Bu təbib təxəllüsünü götürdüm. Təbib ümumiyyətlə hamıya məlum olan bir sözdür. Yəni şəfa verən, loğman mənasında bir sözdür. Amma şərt o deyil ki, təbib insanların davası ilə, dərmanı ilə müalicə eləsin. Əsl təbiblər çox vaxt dərmanların gücü çatmayanda sözlə müalicə ediblər. Yəni, mənim həm də bilirsiniz, bir tibb işçisi kimi ixtisasım var, həm də o sahənin adamıyam. Amma mən görmüşəm ki, hətta mənim də qarşıma da çıxıb ki, elə xəstələr olub ki, ona müəyyən dərmanlarla kömək eləyə bilməmişik. Amma o qədər o söz əhli olub ki, o qədər saz əhli olub ki, o qədər sözü duyan, duyumlu bir insan olub ki, onu sözlə ovundurmuşam və onun xəstəliyinə əsər əlamət qalmayıb. Elə mən bu sual vermək Bəli, istəyirəm. və ona görə də mən özümün bu seçdiyim bu təxəllüsümlə yanılmadığımı gördüm
Və o vaxtdan da bəri həmin təxəllüsündən az-çox cizmaqalarımız o adından gedir. Ən çox bax bu xəstələriniz nə ilə şəfa tapır? Təbabətinizlə, elminizlə, yoxsa şeirinizlə, sözünüzlə? Yox, bilirsiniz, mən indi təbabəti də bir tərəfə inkar eləmək olmaz. Dərd var, onun dərmanı da var. Amma yenə deyirəm, o baxır xəstə, hər ikisi üstü düşəndə yaxşı olur və ondan əlavə elə adamlar olur ki, bayaq dedim, yəni ki, o bütün dərmanları istifadə edirsən, onda bir ümidsizlik olur. Amma biz onu bu sözlə, bu söz silah kimi istifadə edəndə, ondan onun könlünü oxşayanda, ona, yəni bu ürək açan, onun qəlbinə yatan söz yox ki, gərək o sözü duyan insan ola. İnsanlar hamısı gərək duyumlu ola. Söz təsir eləmədiyi bir şey yoxdur. Yəni o sözü duyan insandırsa, o sözdən xoşallanır və o söz ona o qədər ürəyinə yatır ki, dərdi də, bəlası da yadından çıxır. Belə bir sorğu gördüm, belə bir fikir gördüm. Deyir, biri həkimə yaxınlaşır, deyir, həkim ağrıyıram, deyir, haran ağrıyır, deyir, sevgi deyəndə ürəyim, dost deyəndə kürəyim. Bəli. Həyatda, Çiçək xanım, hər bir, ümumiyyətlə bir insanın özünün qocalmaması üçün müəyyən atributları deyək var. Düzdür, onun Allahın verdiyi ömür payıdır. Bu ömür payın biz o verdiyi ömrü nə qismətsə onu yaşayırıq. Amma qocalmaması üçün müəyyən atributlar var ki, onlara mütləq yəni o həmin adamda cəm olsa o qocalmır. Bunu biz həyatda da görmüşük. O barədə mənim nə vaxtsa bir yazım var idi. Meyti müşahidə eləsə yadıma düşərdi. Bu şeir də belə şeydir ki, saz çalınmayanda yadıma düşmür. Hər qəmli çağında həqiqi dostu, qəmə bələndisə kişi qocalmaz. Yaman günlərində qohum qardaşı kara gələndisə kişi qocalmaz. Nə var saxlamağa qayğısız başı? Soruşma, nə fərqi neçədir yaşı? Olsa bir əhl-hal ömür yoldaşı deyib güləndisə kişi qocalmaz. Of da deməz, pak adına yapışmasa bir ləkə, of da deməz, daş daşıya, tər tökə, oğul əsil ola, qız nazın çəkə, qədir biləndisə kişi qocalmaz. Kamil nələr gördü ömürdə gündə, olmasın özündən razı bəndə. Qonşusu çörəyin yeri gələndə yarı böləndisə kişi qocalmaz. Yəni insanın qocalmaması üçün bax bu dediyim atributlar mütləq lazımdır. Əgər bu qayğılardan kənar olanda ömür o sən dediyin axarına gedə bilməz. O sevgi deyəndə ürəyi ağrıyan, dost deyəndə kürəyi ağrıyan xəstələri necə müalicə edirsiniz? Yox, sevgi böyük bir bəladır. O məhəbbət elə bir bəladır ki, o hər bir insana arzu edirəm ki, onun yəni məhəbbəti daşa dəyməsin. Bu bir böyük bəladır. Ancaq onu, o məhəbbət bəlasına nə həkim, nə loğman, ona heç kəsin gücü çatmaz. Yəni bunu bizdən də əvvəl klassik Füzulidən tutmuş, yəni çox gözəl yazarlar da onun hamısını qeyd edib. Yəni ki, o məhəbbətin ancaq nakam məhəbbət ömrü boyu tüstülənə gedir. Ancaq ki, məhəbbətin o, dediniz ki, sevgi deyəndə ürəyi ağrıyır, dost deyəndə kürəyi ağrıyır. Yəni, dost arxadır. O dost ona deyir kürəyi ağrıyır ki, dost arxadır. İnsan həmişə dostun, sadiq dostun, sədaqatli özünə arxa seçib. Sevgidə ürəkdir, onun ürəyindədir. Əgər o ürəyində yer tapa bilibsə... Kamil təbib sevgi oduna düşünmür. Yox da indi sevgi odur, indi sevgi elə bir şeydir ki, heç kəs deyə bilməz ki, həyatda yəni o sevginin oduna yanmasın. Amma da indi bizim elə bir yaşımızın elə bir vaxtıdır ki... Biz ondan danışmalı deyilik. Ondan danışmalı deyilik. Bizim o qədər dərdlərimiz var ki... Nədən bu qədər gözəllərə şeirlər yarandı? Yox, gözəllərə yazmasaq günahdır. Yəni, şərt o deyil ki, yəni o gözəlin özünə gözəli vəsb eləmək yəni savab işdir. Gözəl də
o gözəli də vəsf eləyəndə görür ki, bir adam həqiqi bunun gözəlliyini vəsf eləyir. O öz gözəlliyindən daha da pərvazlanır, daha da məsələn ürəyi açılır ki, bunun gözəl işıq saçır hər tərəfə. O bizim borcumuzdur. Biz şairin borcudur gözəli vəsf eləsin. Gözəlləri vəsf elədiyiniz şeirləriniz var mı məqamında indi deməyə? Yoxsa Onlar ayrı ruha köhlənmişdir? Yox, eybi yoxdur, deyərik. Bir qərarda Onda bir bir Cinaskər ailə deyəcəm. Cinaskər ailədir. Belə baxma süzgün. Ala gözlər, ala gözlər. Kim dedi ki, məni məndən al, a gözlər, ala gözlər. Həddin demək yaraşandır. Gözün demək yaraşandır. Can al, demək yaraşandır, ala gözlər, ala gözlər. Kamil yaman göz eyləyib. Yaram yaman göz eyləyib. Hansı yaman göz eyləyib məni çəkdin ala gözlər? Məni çəkdin ala gözlər. Bu Şeyx xanım Cinaskər ailədir. Yəni bu bir çox mənalarda işlənir. Ona görə də bunu bir izah eləməyə dəyməz. Gözlərə çox, bayaq Mehdi də oxuduğu gözlərə dair şeydir. Özünüz də gözlərlə oxudunuz. Əslində bu insanları, yəni sevənləri cilovlayan və ofsunlayan dörd məfhum deyirlər. Üzdür, gözdür, saçdır, zülfdür, xaldır. Sizi görünür ən çox ofsunlayan göz olub, eləmi? Bilirsiniz Şeyx xanım, hər bir insanın Allah insanı yaradanda bütün gözəllikləri insanda özü bildiyi kimi gözəlliklər verir. Amma göz insanın əgər bizim gözümüz işlədikcə dünya gözümüzə görünürsə, görün biz göz nə qədər insan üçün həyatı vacib olan bir orqandır. Mən heç bir kəsə göz işığından məhrumiyyət arzulamıram. Göz xüsusən də ki, gözəl olar. Yəni ona görə də gözə insan həmişə iki şeydən tanınır. Bir səsindən, bir gözündən. Nə qədər həsrətlərdə 20 il, 30 il görünməsə də iki nəfər, birinci növbədə o gözündən tanınır. Şu göz insan üçün aynadır, bəli. Göz ürəyin aynası. Göz ürəyin aynasıdır, bəli. Təşəkkür edirik bu gözəl fikirləriniz üçün. Mən istəyirəm bu musiqili qonaqlarımızdan gözəl ifalar alaq və biz növbəti suallarımıza keçərik. Nəyə köklənmisiniz? Buyurun, biz də o ovqata köklənib davam edəcəyik inşallah. Yıkıldım
çaşkın dediler, çaşkın dediler. Əzəldən mənim işi düz gətirmədi. Bir damla sızqama daşqın dedilər. Yıxıldım qolumdan tutan olmadı. Ağılsız dedilər, çaşqın dedilər. Kime könül verdim, mehabbet umdum. Kime könül verdim, mehabbet umdum. Bize lazım değil, eşkın dediler, eşkın dediler, eşkın dediler. Bir yetim de öldü, leykimi cumdum. Bir varlı çağırdı, gözümü yumdum. Kime könül verdim, mehabbet umdum. Bize lazım değil eşkin dediler, bize lazım değil eşkin dediler.
qoca dünya nəsir eylədi. Kamili yollarda yesir eylədi. Gec gəldim yağlar əsir eylədi. Tez gəldim adıma qaşqın dedilər. Tez gəldim adıma qaşqın dedilər. Eşq olsun, var olun, təşəkkür edirik. Buyurun, əyləşin. Çox gözəl bir dəyişmələdiniz. Bu qarmonla sazın dəyişməsi çox az hallarda bizim verilişdə olub. Tək bircə dəfə olub, o da yenə Fərhadla. Onu da biz eləmişik. O da yenə Fərhadla olub. Aşk havalarını ifa eder. Zəhmət olmasa mikrofon əgər sözünüz varsa, elə bu ifanızla da bağlı. Buyurun, mikrofonu götürün deyin fikrinizi. Hanım çok sağ olun. Yani ki benim atam özü balaman çalan olub. Evimizdə də olub da, qarmon olub. Yəni mənim o aşk havalarını ondan həvəsim olub. Yəni qarmonu da ifa eləmək. Yəni özü də ki Aşıq Qələndərin, yəni Salaxo Qələndərin bir 9 il Aşıq Mübarizlə ona mən şəhidlik eləmişəm. Yəni onlardan götürmüşəm. Atamla keçib bu sənətimi, Allah sizə can sağlığı versin. Yəni həvəskəriyəm ona görə də, yəni Mehdi aşıqdır, aşıq Mehdi deyirik. Bu Fərhad qarmon çalanda aşıqlıq hardan bu qədər aşıq havalarını bu qədər yanğı ilə, bu qədər dəqiq ilə və gözəl. Bəli, Mehdinin o qədər, yəni kövrək səsi mənə o qədər xoş gəlir. Yəni yanıqlı oxuyur. Ona görə də müşayiətə də ləzzət verirsiniz. Hələ biraz da yəni Mehdi gözləyirəm. Mehdi oxuyanda mən də çox coşuram. Yəni gərək bu aşıq havalarını ürəklə çalasan. Bu aşıq havalarını duymayan kəs bilməz ki, nədir aşıq havası. Yəni saz ana laylasıdır. Təşəkkür edirik. Mehdi, sizin fikrinizi alaq telefon zəngindən sonra tamaşaçı xəttə gözləyir və siz sözünüzü unutmayın. Sözünüzü tək belə şirin şəkər tamaşaçı sözündən kəsək. Eşidirik, alo. Alo. Bəli. Eşidirik, buyurun. Orada Aşıq Mehdi, mənim dostum, şair dostum Kamil Təbib. Hamısını salamlayıram sizdə başda olmaq şərti ilə. Teşekkür ederim. Hər vaxtınız xeyir olsun, həmişə günləriniz belə xoş ovqatla açılsın. Kamil Təbib mənim ən çox Kəlbəcər yazarları içərisində sevdiyim, təbinə vurğun olduğum, şəxsiyyətinə hörmət etdiyim gözəl şairlərdən biridir. Çox sağ olun. Kamil Təbib bugün sizin studiyada əyləşib öz yaradıcılıq imkanlarını hamımızla bölüşdürməyə çalışacaq. Mən çox şad oldum onu görməkdə, səsini eşitməkdə. Çünki uzun illərdir ki, təxminən 20 ildir artıqdır ki, biz doğma Kəlbəcərimizi tərk edib, müxtəlif Azərbaycan güşələrinə səpələnmişik. Vaxtilə biz Kəlbəcərdə Dəli Dağın nəğmələri şamil Dəli Dağın rəhbəri etdiyi ədəbirlikdə görüşərdik, dərdləşərdik, şeirləşərdik. O vaxtdan bir-biri yaxşı tanıyırıq. Vaxtilə burada Mirsə Əslamanlı, Bəhman Vətənoğlu, Sücəyə, Məhəbbət Kəlbəcərli, Vaqif Baxşıbeyli, Əlövsət Əbülfət qardaşları, yəni bizlər iştirak edərdik. Bizim hörmətli Kamil Təbib o şairlərimizdəndir ki, o Kəlbəcərin gözəl təbiətini öz şeylərində əks etdirir, dönə-dönə təsvir edir. Onun gözəl insanları haqqında əsərlər yaradıbdır. Mənim də ona vurğunluğum buradan başlayıb, onun kitabları əlimə keçəndə çox sevinmişəm. Onun yaradıcılığına böyük məhəbbətim var. Onun yaradıcılığı çox sərrast deyimləri, təbiətə olan münasibəti, insanlara olan məhəbbəti bizi zaman-zaman həmişə düşündürür. Təşəkkür Mən edirik. çox şadam ki, bu günlər olsun studiyada əyləşibdir. Gözəl aşığımız Aşıq Mehdi ilə birlikdə. Mən onların hamısına yaradıcılıq uğurları, işimizdə avans diləyirəm. Şeyx xanım, sizə də çox böyük belə məhəbbətimiz var. Təşəkkür Bütün ederim. Kəlbəcər cəmaatının hamısının və arzu edirəm ki, həmişə belə sazlı söhbətli qonaqlarınız bol olsun. Sizə can sağlığı arzulayıram işinizdə. Allah sizə də şəfa versin, Allah canınıza sağlıq Təşəkkür versin, edirik. Əlfət müəllim. Kamil müəllim, Gəncədən- sizi öpürük. Sizə möhkəm can sağlığı və bir Çox də sağ ol. yaradıcılığınızda böyük uğurlar. Təşəkkür Sağ ol, edirik. sağ ol, Sizə də Əlfət şəfa müəllim. diləyirik. Sağ ol, Əbülfət sağ ol. müəllim Gəncədən. Əslən Kəlbəcərli deyil. Bəli, Müsafirlər Şeyx xanım, məsələ bir rejissorumuz belə dəqiqə bildirdi. bir dəqiqə bir xahiş çıxım Əbülfət müəllim haqqında. Əbülfət Sarıoğlu bizim Kəlbəcər yazarlarının iki qardaşları olar. Əbülfət Sarıoğlu, Əlövsət Saldaş. Əlövsət Saldaş Şamaxı zonasında məskunlaşıb, o regionda çox özünə hörmət və rəğbət qazanan bir şairimizdir. Siz tanıyırsınız onu. Bəli. Bəli. Və Əbülfət Sarıoğlu biraz onda
yani biraz narahatçılığı var, problemi var. Allah ona şəfa versin. Amma çox gözəl yazarımızdır, çox qəmli, çox nətər deyim, bütün hər tərəfli düzgün, yəni özünün nətər deyim, sabiranə yazıları çoxdur. Əl-Əlfət müəllimin, Əbülfət müəllimin çox gözəl şeirləri var və onun 2-3 kitabı işıq üzü görüb. Onun kitabları mənim stol üstü kitabımdır və ona da bizim arada bir değişməmiz də olmuşdu. İndi vaxt olsa mən onu deyərik, Allah qoysa. Yəni ki, ona mən Gəncədə xəstə olduğunu eşidəndə o belə biraz heyrətlənib ona dəyməyə gəldim və əliboşda gəlmədim. Fikirləşdim ki, şairə nə yaparasan ki, şairə ancaq şeir hədiyyəli gətirməlisən. Ancaq elə bir vaxt idi ki, mən ona yəni nəsə bir şey yolda cızmaqara elədim, verdim bu şeiri. Yəni ki, şair, sənin görüşünə gözlərimdə yaş gəlmişəm. O mənada idi ki, mən onun xəstələnməyə xəbərini eşitmişdim. Bir xəbərdən qəhərlənib üzümdə təlaş gəlmişəm. Yoxdur əldə kəlbəcərim, dəli dağdan bir gül dərim. Gedim sənə nə göndərim, yoldan ələ boş gəlmişəm. Yazdıq yanıb yaxıldıqca, darıxdıqca, sıxıldıqca, of demədik yıxıldıqca, qalmışam çaşbaş, gəlmişəm. Mən kamiləm, gör tanı da, sənə qurban bu canı da, dərd var onun dərmanı da, demə dərdə tuş gəlmişəm. Bu Əbülfət müəllim bu şeiri o vaxtı xəstə halı da ağrıyırdı. Orada yəni məndən sonra cavab yazıb göndərmişdi və düzü də o cavabı da məni çox qəhərləndirdi. Ona hər halda şəfa diləyirəm Allahdan ki, Allah belə gözəl insanları, belə yazarlarımızı bizə çox görməsin. İnşallah təşəkkür edirik elə şeiriniz üçün də və Əbülfət müəllimin zəngi üçün də. Bayaq Mehdi sizin bir şeirinizi oxudu və Mehdinin elə bu ifadan sonra ürək sözlərini alaq və mən sonra fikrimi davam elətdirim. Mehdinin sözünü yarımçıq kəsib buyurun. Mənim bayaq fikrim o Fərhadla sazın sintezidir. Vəhdəti. Bu hər bir qarmon çalanda, qarmon ifadəsində əmələ gələn şeydir. Fərhadda onun niyəliyi ondadır ki, bu adam həm aşıq evladıdır. Gözünü açandan evdə aşıq saz, balaban görüb, bütün aşıq havalarda onun o evindəki hansı havalar, səslərim onların hamısı beyninə həkk olub. Artıq iliyinə qanına hopub. Bir də onu biləsiniz ki, Fərhad həm də gözəl balaban ifadəsidir. Mən belə baxdım, Fərhadı bayaq sazda çalan da gördüm. Balamanda çalır, qarmonda çalır. Universal adamdır, saz. Hansı alət qalıb da bunun çalmadı? Bax, o balabanda çaldığı, beynində həkk olunan aşıq havalardır ki, bugün qarmonda çöküb onun barmaqları. Yəqin ki, balamanla da sizi müşayiət eləyəcək və bir ifasında vaxt olarsa bir ifasında balamanla alarıq. Siz məclislərdə bir olduğunuzu bilirəm. Bu xarici ölkələrdə necə heç olunmu? Aylarla olmuşuq. Aylarla olmuşuq. Hansı ölkələrdə olmuşsunuz? İranda olmuşuq. Farsabadda olmuşuq. Təbrizdə toylarda olmuşuq dəfələrlə. Orada yaxın kəndlər var da. İndi o Təbrizdə yaxın kəndlərdə olmuşuq. 15 gün olduq. Bizi də buraxmadılar. Çox xoşlarına gəldiyinə görə. Orada bir adət var. Toyda aşıq xoşa gəldisə, fışqıraya atırlar. Belə bir bilirlər ki, bu gecə kiminsə qızı qaçdı. Səhər bir toy çıxırdı. O toyun axşamısı biri bir daş atırdı, fışqıraya salırdı, bir qız qaçırdırdılar. Səhər biri toy. Bir ay belə bir ay Təbrizdə toy ellər. Bunların Şeyx xanım bir haşiyə çıxım. Bunların onlar toy eləyəsi deyilmiş. Aşıqların orada saxlamaq üçün neçə bəxt açıblar. Hə, neçə bəxt açıblar və eyni zamanda bunlardan istifadə edirlər deyib bu toy nə vaxt olası deyil. Elə baxışın bu qızı qaçırdıq, başlar buradakən bu toy eləyək. Vallahi yəni bu məqsəd həqiqi mənada belə. Növbə elə toylar. Belə gözəl. Bu Aşıq Mehdi sizin bir sözünüz oxudu. Kamil müəllimin sözü idi. Səhv eləmirəmsə oxudunuz və telefon zəngində tamaşaçımız da başqa bir fikrə toxundu. Hər halda mən ünvanlayayım bu sualı Kəlbəcərlə bağlı. Yəni sizi yollarda əsir eləyən qəribə bir taleyin yaşantılarını yaşadınız. Yəni səpələndiniz bütün Azərbaycan boyunca, bütün el-oba boyunca və hərəniz bir diyara, bir el-obaya düşdünüz. Hər yerdə qərib quşlara, dünyanın hər yanı vətən, bir yuvalıq yerin varsa mənim yuvam hanı vətən.
Söndürmüşük ocaqları, ocaq yerləri sönməyir. Qoşulardıq qatarına, durnalar geri dönməyir. Durnaları geri dönməyən və səbirsizliklə o durnalarının geri dönməyini gözlədiyimiz Kəlbəcər həsrətindən bağlı az sana ürək sözlərinizi almaq istəyərdim. Çox sağ ol Şəx xanım. Biz yəni o dərəcədə ki, bizim ən yaralı yerimiz, sözümüzdə, şeiriyyatımızda nə gəlsə biz yazdığımız vətənimizə görə bütün Azərbaycan bizim vətənimizdə dəxli yoxdur. Amma yurt yeri, vətən, o doğulduğun torpaq, məkan heç vaxt səni bu buraxmır bir dəqiqə rahat qalmağa. İndi biz səhər-səhər əvvəlcə ovqatımızı bu məhəbbət mövzusunda yaxşı köhlədik ki, ovqatlarını təlx eləmədik. Amma nə eləyəsən ki, bu dərd bizi öz başına buraxmır. Bilmirdim yuvası günahsız yerə bir şeir deyəcəm, sonra o danışacağım. Buyurun, buyurun. Bilmirdim yuvası günahsız yerə uçub dağılanda quş nələr çəkir. Haqsız əzabları, bədəməlləri gördüm ki, düşünən baş nələr çəkir. Ömrümüz ötüşdü vaxt zaman kimi. Dolaşdı fikrimiz göz yuman kimi. Bu dünya fırlanır dəyirman kimi. Çax-çaxı nə bilir, daş nələr çəkir. Kamillər çürüyür pasın içində. Bilinmir qiymətimizin içində. Kim bilir tüstünün hisin içində qurunun oduna yaş nələr çəkir. Şəx xanım, hər bir insanın normal, yəni tibbi nöqteyi nəzərdən 8 saat normal yuxudur, yatmalıdır. Mütləqdir, yatmalıdır. Ancaq Sücayət demiş ki, yatmırıq ki, amma gecə. Sücayət rəhmətlik, Allah rəhmət eləsin deyirdi, yatmıram ki gecələr. Həqiqi mənada gecələr yatmaq olmur. Hər şeyi, ürəyin istədiyi şeyləri həyatda tapırsan, lazım olan şeylər tapırsan, amma bir şey tapa bilmirsən ki, o yerlərə, yurtlara qayıtmaq. Çünki mən çox yerləri gəzdim Azərbaycanda, Azərbaycanımızın hər tərəfi gözəldir. Dağlıq rayonların hamısını gəzdim. Amma Kəlbəcərin verdiyi, təbiətin verdiyi məhsulu eyni rəngində olsa da, eyni formasında olsa da onun tamın, dadın heç birində görmədim. Neçə dağlar ələk-fələk eylədim. Bax, bax. Görmədim bir yerdə gülümdən mənim. Ağuşuna şəlalələr atlanan yoxdur sonalı gölümdən mənim. Gözüm zirvələri nə vaxt görəndi. Ürəyim sirrini kimə verəndi. Halıma yananım pərən-pərəndi. Bir xəbər getirin elimdən mənim. Ağlayan bulutlar, səngiyin biraz. Dərdim o qədərdir, hesaba sığmaz. Alqan rəngində lalaxan arağaz keçir muğanımdan, milimdən mənim. Mən kamiləm, yaman olduq dərbədər. Sürdüyümüz ömür hədər, gün hədər. Qovruluram, qaydanda Kəlbəcər, səpin o dağlara külümdən mənim. Səpin o dağlara külümdən mənim. Mən, Şəx xanım, dahi, yəni mənim üçün dahidir, el şairi. Bəzən deyirlər el şairi, xalq şairi. Bu söz də çox biraz mübahisə doğuracaq bir şeydir. Yəni el şairləri var. Sücayət Allah rəhmət eləsin. Mən yeganə şairdir ki, bəlkə də mənim özümü tərpətsən ki, Xəlil Rzadan bir şeirdir, birinin Ənvər Rzadan, hərəsindən birinin ikisini deyərəm. Amma Azərbaycanın istənilən vətəndaşını dindirsən, bəlkə də Sücayətin yaradıcılığını əzbər bilir. Bax, ona görə el şairi, elin ürəyində olan şairdir. Sücayət, yəni o dərdinə yandı, yaxıldı, bu dünyadan köçdü. Açığı bunu vətən həsrəti öldürdü. Heç Bəhmən vətən olundu, ondan Bəhməni deyirəm, ayrılmaya. indi Bəhməni danışıram. Bəhmənin, mənim kitabım işıq üzü görəndə, mən kitabı nəşriyyata verdik. Azərnəşrin baş redaktoru Əlövsət Ağlarovun kabinetində. O vaxtı xəbər gəldi Gəncədən, zəng elədi. Bizim baş həkim var, Vaqif Kərimov. Zəng elədi Əlövsət müəllimə ki, gördüm telefon Əlövsət müəllimin əlindən düşdü. Dedim, nə olub? Dili tutar tutmaz dedi, Bəhmənin beyninə qan sızıb. Gətirdilər Bakıya, biz Bəhməni qarşıladıq.
bütün ziyalılar, bütün Azərbaycanın ziyalıları, Kəlbəcərlilər də qabaqda olma şərtilə qarşıladıq. Amma Bəhmən artıq gec idi. Və məni də məşərrandıran, bəlkə də ən çox haray çəkin əsir dağlar, həmin şeir orada yarandı. Onun dəfnində ki, mən xahiş elədim, tipoqrafiyaya zəng elədim ki, bu gecə kitabı çapa verməyin. Bizim bu cür sənətkarımız dünyadan köçür. Heç olmasa onun haqqında 3 bənd ürəyimə şey gəlib, onu əlavə edin o kitaba. Və o şeir orada yarandı ki, haray çəkin əsir dağlar. Bunu Aşıq Meyti Mənsimovun ifasında bütün dinləyicilərimiz bilir. Yəni Bəhmənin o gündəki haray çəkin əsir dağlar şeiri onda yanılıb. Qaldı ki, tək mən deyiləm. Mən demirəm ki, Kəlbəcərin dərdini mən tək çəkirəm, amma nəsə bu söz adamları məni qınamayın, vətənpərvər olur. Bəlkə indi mən bunu özümdə belə hiss edirəm, amma nəysə mən bütün dünyada nə qədər istəklərim, nə qədər hamısı da bərabər, yəni hasil olsa, yenə də mənim vətən qədər ovunduran bir şey ola bilməz. Sən girovsan, məndi dərgin, ağla həzin, həzində ağlar. Siz Allahın əmanəti, dözün dağlar, dözün dağlar. Sizdə bülbül nəvası var, sizdə Loğman şəfası var, sizdə vətən havası var, bozarmasın üzün dağlar. Bəs deyilmi bu qəmqəhər? Gözüm yaşlı, yuxum zəhər. Yol ver gəlsin, qoy bir təhər, Kamil dizin dizin dağlar. Kamil dizin dizin dağlar. Mən Şeyx xanım, dövlətimizin indiki siyasətindən, xarici və daxili siyasətindən əminəm ki, bu torpaqlar geri qaytarılacaq. Başqa cür ola da bilməz. Əgər bunun sülh yolundan qayıtmasa, biz bu vətənin yolunda şəhid olmağa hazırıq. Ki, bizim öz işğal olunmuş Qarabağımız, Kəlbəcərimiz, Laçınımız, Şuşamız, bu torpaqlarımız özümüzə qayıtsın. İnşallah. İnşallah. Çağırıram uzaqlardan. Haray dağlar, haray dağlar. Saçlarıma yağar oldu, qaray dağlar, qaray dağlar. Bir vəfaya könül verdim, cəfasını çəkdim, gördüm. Sənə söylənəsi dərdim, varay dağlar, varay dağlar. Yanar Sadiq Ağamalı, qəlbində eşqin məlalı, ağ sinənin qara xalı. Ağ sinənin qara xalı, kimə qaldı göray dağlar. Çox sağ ol, Şeyx. Kimə qaldı göray dağlar. Göray dağlar. Bu ovqatdan ayrılmamaq şərtindən xahiş edirəm, bir davam eləyəsiniz. Şeyx xanım, bir şey deyim. Buyurun, siz nizamlanana qədər. Bizim, yəni Kəlbəcər yazarları haqqında bəyək söhbət elədik. Kəlbəcərin çox yazarları, bəlkə də indi yazıları, onların külliyyatı hamısı o yerdə qaldı. Bizdə bayaq Əbülfət müəllim dedi, ona görə mən geri qayıtdım. Şamil Dəlidağ Kəlbəcər rayonunda, yəni bizim rayon mərkəzində yəni o poeziya çələngi yaratmışdı. Bütün şairlər cəmləşdi onun başına, Şamil Dəlidağın. Allah rəhmət eləsin Şamil Dəlidağa da, bizim çox gözəl yazarlarımız da Kəlbəcərdə 200-300 növdən ibarət bir tarix diyarlıq muzeyi yaratdı və onunla bərabər onun gözəl külliyyatı qaldı. Şamil Dəlidağın başında bütün bu şairlər hamısı cəmləşmişdi. Onlardan da biri Əlövsət Saldaş, Əbülfət Sarıoğlu, Meytxan, Bəhmən Vətənoğlu, Sücayət və s. adlarını saymadığım qeyri-şairlər. Yəni bunların şairlərin yazdığı, yaratdığı bu vətənə aid şeirlər bir silsilə xarakterli, yəni değişmələr də bu dağlara aiddir, bu həsrətə aiddir. İndi bayaq görürsünüz, mənə biraz bu məhəbbət mövzusunda şeir sual verəndə biraz qısıla deyirəm. Çünki daha bizim
o işlərdən başımız açılmır ki, heç bir məhəbbət mövzusuna toxunaq bir şeir yazaq. O qədər bizim dərdimizlə, o dərdinə yüklənmişik. Kəlbəcər. İndi siz hal-hazırda toxundunuz Şamil Əsgərovun səhvlərinə. Şamil Əsgərov çox gözəl şeir. Aşıq Mehdi hazırlaşdı. Çox gözəl, Şamil Əsgərovun gözəl gərayları var. Nəzərinizə də çatdırım ki, elə Şamil Əsgərovun ən yaxın qohumlarından biri bizim teleşirkətin ən aparıcı qüvvələrindən biridir Hikmət Əsgərov. Elə qoy sizin bu musiqi ərmağanınızda siz bilmirdiniz. Bilmirdik. Yox, mən birinci dəfə eşidirəm, amma tanış olarım. Elə bu musiqinizdə Əsgərovlar ailəsinə bir ərmağan olsun. Sağ ol. Kəlbəcər Murov Keyti dağı, sənin torpağına daşına qurban. Ey Loğman istusu, ey sarı bulaq, min dəfə dolanım başına qurban. Ey əziz ellərim, obam, oymağım, az mı sizdən ötürü cana qıymağım? İsmətli Kürt qızı ləbi qaymağım, ala gözlərinə, qaşına qurban. Tərtərə tutquya əvəz çayhanın, lələ dəyişmərəm Laçın qayanın. Dəli dağ Şamilin şöhrəti, şanı, çəhli yazına, qışına qurban. Ey ana Kəlbəcər, Murov, Keyti dağ, sənin torpağına, daşına qurban. İnsan sözü kebabı köz, İnsan sözü kebabı köz, yandırıp küledin derer, yandırıp küledin derer. Ay derdi kalım, ay derdi kalım. Söz, kebabı köz, yandırıp külə döndələr. Söz qanar bircə şəlmə nazildir, milə döndərər. Oh atar mı yay olmasa, deryan olmaz çay olmasa, yar yarına tay olmasa, günün birilə döndərər, günün birilə döndərər.
hikmətdir sənə yarışanım. Hikmətdir sənə yarışanım. Şam səndə hünər hanım. Şam səndə ey hünər hanım. Ay derdin alım ey derdin alım. İnsan eli bostikanım. İnsan eli bostikanım. Bezese güledim derelim. İstese güledim derer ay leyli 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 ey derdin alım. İnsan eli bostikanım aman. İstese güledim derer. İstese güledim derer. Çox sağ olun, təşəkkürlər eləyirik. Mən inanıram ki, Mehdi, bir-iki yerdə də Fərhadla bax belə bu müşahiyyətini oxusanız, bu Azərbaycanda bəxt açılmayan qız oğlan qalmayacaq. Hamısı ailə həyatı quracaq. Təşəkkür eləyirik, çox gözəl müşahiyyətlə ifa elədiniz. Kəlbəcər ədəb mühitindən danışdıq, Kamil müəllim. Sizin Kəlbəcər yazarları ilə, Kəlbəcər şairləri ilə ünsiyyətiniz, hal-hayranız bir tərəfə dağıldınız, paylandınız. İndi varmı o ünsiyyət? Şairlər hamısı, yəni bizim bilirsiniz də, yine parakende haldadır. Bütün Azərbaycanın hər bir bölgəsində Kəlbəcərlər yaşayır. Bu dəqiqə Əbülfəz Saldaş, bayaq dedim, Əbülfəz Saldaş Şamaxı regionunda məskunlaşıb. Gözəl yazarlarımızdır və onlarla da mənim yəni yazışma, şairlə şairin dostu olmasa mümkün deyil. Yəni mütləq bir ürəklər bir-birə yol tapır və ara sıra yazışmalarımız olur. Əbülfəz Saraoğlu zəng elədiyi yoldaşdır, gözəl şairdir. Burada Məhəbbət müəllim Kəlbəcərli, gözəl yazardır. Onunla da bir yaxşı şairimiz Elşən Əzimdir. Elşən Əzimdir, Mingəçevirdə olur, çox gözəl yazardır, bəli. Meytxan müəllimdir, Bakıda yaşayır hal-hazırda. Sonra çoxdur, yəni yazarlar indiki... Bir şey, Mehdi yəqimlər adını unuttum, o gündən dünyanı qara görürəm. Əyyub, böyük gün sən yaratdın varlığımda qaranlıq. Əyyub müəllim bizim hamımızın müəllimimiz, hamımızın yəni hörmət və şəxsiyyətinə hörmət elədiyimiz bir insandır. Bir gözəl şairiniz də. Gözəl də şairdir Əyyub müəllim, onun qardaşı rəhmətli Yaqub müəllim rəhmətə getdi, o da gözəl yazarıdır. Onun bir gözəl qoşması vardı, deyir, tarı qucağında qoca tarzənin bir hava çalmaya dəhşət, dəhşət. Xəstə halsız ola, təbib dərd bilən yaxına gəlməyə dəhşətdir, dəhşət. Yəni, çox gözəl, onların ümumiyyətlə bu genlə gəlir. O nəsildə Yaqub müəllim Cabbarovun, onların nəslində əksəriyyəti yazandılar və gözəl də bu dəqiqə Aşmeyti də tez-tez müraciət eləyir. Yəni Əyyub müəllimi poeziyasına müraciət eləyir və məhəbbət mövzusunda da çox gözəl yazır və qeyri səpkilərdə də çox gözəl şeyləri və kitabları çap olunub. Mümkün olarsa Əyyub Cabbarovdur familiyası. Bəli. Meyti yaxşı bilir, mən də bilirəm. Bir şeirini çatdırarsınız Mehdi. Əyyub müəllimin şeirlərini çox pis bilirəm. Yaradıcılığını çox sevirəm. Hə, buyurun, davam edin fikrinizi Kamil müəllim. Və özünüzün sonda olaraq elə özünüzün adınızı deyək, Kamil, təbii çox gözəl şeirlər vurguladınız və yeni kitabınız çıxıb dediniz. Yox, yeni kitab, ikinci kitabım hazırlanır nəşrə. Bu yaxınlarda Allah qoysa işığınızı görəcək. Yəni bu çox kitab bəzən elə olur ki, mən onu demirəm. Yəni kitab tez-tez çıxartmaq olar, yəni belə bir tabulum şəkildə yığılır kitab. Amma bilirsiniz nə tədir xanım, mən həmişə yoldaşlara da deyirəm belə. Kitab bir yoldaş ki, bir nəfər kitabını mənə təqdim edir və yaxud mən haradasa bir kitab alıram. O kitabı belə vərəqin bir dənə sətrinə, bir şeirin bir bəndinə baxıram. Yəni o oxumağa ona dəyərsə, o kitabı gözüm üstə götürüb onunla məşğul oluram, oxuyuram və vərəqləyirəm, bir şeirini oxuyuram, həzm edirəm onu. Amma indi
o qədər bu çap olunma məsələsi indi biraz yüngülləşib deyə elə hər şeyi çap edirlər. Mən istəmirəm ki, yəni cəm halda çıxardanda da, kitab çap olunanda da bir heç olmasa sizin kimi bir nəfər ona baxanda bir yəni oradan bir bəhrələnə bilsin da. Bəhrələnə bilmirsə ona sayını artırmaqla deyil. Yəni kəmiyyəti nə edirik? Bizə keyfiyyət lazımdır. Biz şair gəzirik, yəni biz quru söz yığınaq axtarırıq. Əlbəttə, yəni söz yığınaq, onu ehtiyacı əsl şeir axtarırıq. Bəli. Buyurun Mehdi, sözümüz vardı. Müəllimdən şeir istədiniz, qoy bir şeirini deyim burada. Fərhad bir gözəl. Müşayiət eləsin. Əziz qardaş, adım çıxdı yadımdan. Dəli dağda elə gördüm sənəmi. Bir göz attım, yaxşı dəydi nişana, dedi yeri qocalmısan sən, əmi. Dedim ay qız hardan belə gözəlsən, bəlkə çaşıb səmalardan emmisən. Göz dikdim gözünə, dedim gözəlsən, gülüf dedi, dərdi qalıb sənəmi. Dedim ay mürvətsiz, dedim ay mürvətsiz, umacağım var. Dedə kəsə danış, sözümü qurtar. Dedim göz vurmuşam, özümə qaytar. Dedi Əyyub, gəl Allah var sənəm. Yaqub müəllimin də bir şeirini deyim, bir gəraylıсын. Yoluna baxdım, ağladım. Gözlərimin yaşı yandı, xəyalını qucaqladım valla, ürəyimin başı yandı. Qismətimi attım oda, tənha qaldım boş yuvada. Görək kimlər bu dünyada mənim kimin aşı yandı. Yoluna baxdım ağladım, gözlərimin yaşı yandı. Dilənçiyəm sərvətinlə, boşdu əlim neymətinlə. Yaqub öldü, həsrətindən məzarının daşı yandı. Yoluna baxdım ağladım, gözlərimin yaşı yandı. Gözlərimin yaşı yandı. O gündən dünyanı qara görürəm. Sən yaratdın varlığında qaranlıq. Varaqlayaq xatirələr kitabını. Gəl qaydaq o günlərə bir anlıq. Yadındamı pıçıltılı meşələr, utancaq nərgizlər, tər bənövşələr. Xan çinardan ayrılardıq bir təhər, turaçlar ötəndə ala qaranlıq. Yadındamı günlər necə dinc idi, bax o zaman sevgimiz də gənc idi. Ancaq anan bir yol bizdən incidi, elə ondan yaman düşdü yamanlıq. Yadındamı bıçaq kəsdi ağladın, əllərimi dəsmalınla bağladın, əllərimi qucağında saxladın, han o istəklik, canı yananlıq. Əyyub yadındamı unuttun yoxsa, gəl bölək dərdini o sənə çoxsa. Mən çəkə bilərəm necə dərd olsa. Ellər yaradıb, sənə heyranlıq. Ellər yaranıb, sənə heyranlıq. Çox sağ olun Şəx xanım, çox sağ olun, var olun. Kəlbəcər yazarlarının yadımıza düşənlərin, yəni adı çəkdiyi Allah rəhmət eləsin Ənvər Rızıya. Ənvər Rızanın çox məşhur bir qoşması var. Aşıq Meyti də onu çox oxuyub. Kəndin hər nemətdən yenə var payı, qayanın kək otu, dağın qarpayı. Uzanıb yatdığım çəmən, çarpayı, nə yaxşı görüşdük. Nə yaxşı yenə. Amma Ənvər müəllimdən sonra bu sahəyə toxunmaq günah olardı ki, ona şeir yazmaq. Amma mən yazdım ki, kaş bir də görüşək. Kaş bir də yenə. O yenə gəlib görüşüb rəhmətli vaxtında. Ağarlı zirvələr, ayılı dağlar. Kaş bir də görüşək. Kaş bir də yenə.
Tutam ətəyindən, öpəm əlindən, kaş bir də görüşək, kaş bir də yenə. Hardasan qiblədən çıxan bulaqlar, ağlayıb gözlərin sıxan bulaqlar, quzu təhməliyib axan bulaqlar, kaş bir də görüşək, kaş bir də yenə. Ay alçın qayalar, həça qədiklər, moruqlu dərələr, sıldırım dihlər, qıy vuran qartallar, ürkək əliklər, kaş bir də görüşək, kaş bir də yenə. Yusan da, sərsən də yağışla məni, dolu tök başıma, hatuşla məni, üz-üzə gələndə bağışla məni, kaş bir də görüşək, kaş bir də yenə. Siz ey qoşa qalan, quş qanad salan, kamildir yanında xəcalət qalan, düşsün ayağına günahkar balan, kaş bir də görüşək, kaş bir də yenə. Mən arzu edirəm ki, biz görüşək, amma orada görüşək Kəlbəcərdə və bu verilişimizin birində, bəlkə də elə birincisində Kəlbəcərdə Tərtər çayının kənarında, açıq səma altında bir veriliş təşkil edirik. İnşallah. İnşallah. İnşallah təşəkkür eləyirik. Çox sağ olun. Siz Ənvər Rızadan danışdınız. Ənvər Rızanın bax o şeiri tamaşaçılar tərəfindən də ən çox istənilən və gözlənilən bir şeirdir. Mən elə bildim bütün deyəcəksiniz o şeiri. Nə yaxşı görüşdük, nə yaxşı yenə. O şeir çoxdur. Dağın hər nemətdən yenə var payı, qayanın kək otu, dağın qarpayı, uzanıb yatdığım çəmən çarpayı, nə yaxşı görüşdük, nə yaxşı yenə. Bu da yəhərliyib mindiyim bozdaş, kövrəlmə ürəyim, tab gətir, tablaş. Ömrümün ləzzəti aköhnə dəmdaş, nə yaxşı görüşdük, nə yaxşı yenə. Əzəldən vurğundur yamaca ünvər, meyl edir yarpıza umaca ənvər. Ay quzu otaran balaca ənvar, nə yaxşı görüşdük, nə yaxşı yenə. Allah rəhmət eləsin Ənvər Rızaya. Allah rəhmət eləsin, mənim də çox sevdim şəhərlərdən. Çox gözəl şairdir. Ənvər Rıza Bayronu tərcümə edib. Bəli. Həm böyük, gözəl tərcüməçi, həm gözəl şair. Şekspirdən. Bəli, Şekspirdən. Şekspirdən tərcümələr eləyib. Ənvər Rıza mənim müəllimim olub eyni zamanda. Çox gözəl, siz xoşbəxt adamsınız. Bəli, bir institutda əməkdaşlıq da eləmişik Ənvər Rıza ilə. Mən bayaq dediyim belə baxış görməmişəm, buna gözlə, Allah Allah. Çox adam, o şeir oxunanda o Gülgəzdir, oldum Abbas Tufarqanlı, o Gülgəzdir, Allah Allah deyəndə. Müəllif elə bilirlər ki, Tufarqanlı Abbasdır, ancaq bu da elə Ənvər Rızanın bir şair kimi qoçaqlığı idi, müdrikliyi idi ki, haradasa Tufarqanlı Abbas səviyyəsində bir şeir yaza bilmişdi. Allah rəhmət eləsin Ənvər Rızaya. Allah rəhmət eləsin. Burada bir şey yadıma düşdü. Amansız hökmünlə doğma Kəlbəcər, İlahi didərgin elə dönərmiş. Ulu babamızın miras qoyduğu mülki xanimanı külə dönərmiş. Yas tutur ənvərə şəmşirə millət, kimi eyləsin bəs onları ziyarət. Dözmədi bu dərdə bəhmən sücayət, hər günü vətənsiz ilə dönərmiş. Qəmkeşi hər zaman anan ellərin, ustad bir sənətkar sanan ellərin, Abbas Dəmirçiyə yanan ellərin göz yaşı gözündə selə dönərmiş. Kamil kimi ömrü günü talanın, əli göydə, gözü yolda qalanın, Kəbə daşı mömin üzdən olanın qibləsi belə dönərmiş. Mən sizə həm özümə o günləri arzulayıram ki, Kəlbəcərə qaydaq. Qibləyə dönək. Və o qibləyə dönək. Mən tarixdə bir şey oxumuşam, hardasa yadımda deyil. Kəlbəcərin qara daş var idi. Ərəb farsça Kəbə daşı, Kəbə-i Həcər, Kəlbəcər sözünün mənası Kəbə-i Həcər, Kəbə daşı deməkdir. Və mən ona istinad eləmişəm ki, Kəbə daşı mömin üzdən olandan qibləsi belə dönərmiş. Mən ötən verilişlərdə də dedim ki, böyük adamlar, müdrik adamlar, yəni bu ustadlar, haqq qaşıqları, vergili şairlər qutsal torpaqlardan çıxır, qutsal torpaqlarda yaranır. Üzü Təbrizdən bu yana, ta bizim Borçalı Göyçellərimizə qədər belədir. Və Kəlbəcərin özünü izah elədiniz, Kəbə daşı. Bəlkə də elə o müqəddəslikdən, o qutsallıqdandır ki, Kəlbəcərdə bu qədər. Yəni biz bunu deyirik, yəni mən onu hardasa eşitmişəm, bəli. Çünki bunu, yəni torpaq elə bil yetişdirirdi bunu.
Kəlbəcərdə şair olmamaq mümkün deyildi. Bəlkə də o yazmayanlar özləri istəmir, yazmır. Mən sizə deyim ki, Bəlkə də yazırlar üzə çıxmır. Bəlkə də yazırlar üzə çıxmır. çıxartmalar. Kəlbəcərdə şair olmamaq mümkün deyil. Kəlbəcərdə aşıq olmamaq Bəli, necə? mümkün deyil. Elə aşıq da şairdir. Bu Saza bağlılıq. Mehdiyə səsindəki o yanğılıq Kəlbəcərdənmi keçib? Bəli, əlbəttə Kəlbəcərdən keçib. Mehtinin səsi, məsələn, bir nəfər zəng gelib demişdi, bizim bu efirlərdən götürüləndə, hardasa internetten hardan götürmüşdü. Dedi ki, mən çox aşıqlar dinləmişəm, çox opera, nə bilim, belə səsləri eşitmişəm. Aşıq Meytidə olan qeyri-adi bir səs var. İndi o səs deyir nə, bu aşıq musiqisində oxuyanların səsindən özgə bir səsdir. Çox ürəyə yatan, çox mülayim, çox gözəl. Yəni, bu da bir ilahi vergidir. Əgər bu könülləri oxşaya bilirsə, bax, günün saatın bu vaxtında kimlərsə bizə əyləşib televiziyanın qarşısında, yəni bizə baxırsa, Aşıq Meyti onları feyziyab eləyirsə, Aşıq Meyti dünyanın ən xoşbəxt adamıdır. Və biz də ona görə xoşbəxtdir ki, Aşıq Meyti kimi bir sənətkarı Allah bizə bəxş eləyib. Yəni, belə insanlar, belə sənətkarlar az-az təkrar olunan bir şeydir. Mən onu deyim ki, Mehdi ustad aşıqdır, Mehdi bütün dastanları bilir, bütün havaları bilir. Yəni bu şişirdilmiş variant olar. Mehdi bugünün dövrün qəbul olunmuş aşığıdır və hamı tərəfindən sevilən bir aşıqdır. Bizim proqramda bu qədər aşıqlar olur, bu qədər qonaqlar olur. Etiraf edeyim ki, ən çox arzulanan və ən çox ifaları gözlənilən və mənə zənglər Mehdi üçün gəlir. İndi bir şey deyim də. Və nə yazdıqlar ki, Mehdi biz buraya çox çətinliklə gətirir. Bu qalınlıqda kitabı yazırıq. Bu kitab gedir, buna yəni senzura deyirik də, oradan da keçir, müəyyən yoldaşlar da baxır, tənqidçilər də baxır falan eləyir. Amma bu kitab keçir xalqın əlinə. Xalq bunu safçürük eləyir, vərəqləyir. Xalq bunu ən gözəl müsiblər xalqdır. Bəli. İstər ədəbiyyat sahəsində, elin gözü tərəzi. İstər incəsənətin, istər liboy sahəsində, istənilən sahəsində bu aşıqlar da, mən muğamla aşıq verilişləri ki, hazırlayırlar, ona SMS falan olmağa mən ümumiyyətlə narazıyam bu işə. Ona görə ki, bunu xalq qiymətləndirir onsuz da. Xalq bilir, buna müsiblər, bunu xalq özü müsiblərdir. Xalqın gözü tərəzidir. Bilir ki, kim nədir, qabiliyyətin nədir. İndi ona görə də Aşıq Meyti özünə görə xalqın ürəyində yurt salıb, yuva salıb, hara gedirsən ancaq Aşıq Meytini soruşurlar. Bizim Kəlbəcərdə çox gözəl aşıqlarımızın biri də Aşıq Şöhrətdir. Aşıq Şöhrətin də çox gözəl qabiliyyəti, gözəl səsi var. Amma Şöhrətin yolu ayrıdır. Buna biz Zilxan aşıq deyirik. Şöhrətin yolu Aşıq Əhbər yoludur. Aşıq İmran yoludur. Amma Meytinin yolu tamam başqa bir yoldur. Ki bu yolla heç kəs gedə bilmir. Gözəl saz ifaçılarımız var. Gözəl müasir dillə desək, bu devrin aşıqları, çox gözəl ifaçılar da var, səsə malik olan aşıqlarımız da var. Amma mən bir verilişimizdə bunu demişəm, xalqımız da bilir, eşidənlər. Biz özümüzə aşıq deyiriksə, görək onda ustadlarımızın adı nə olur? Biz sadəcə bir neçə aşıq havalarının ifaçısıyıq. Mən belə aşığam, filan kəs belə oxudu, belə. Düzdür, biz dediyim kimi bir neçə aşıq havalarının ifaçılarıyıq. Amma yaxşı ifaçılar. Bu sizin təvəzzökarınızdan irəli gəlir. Mən şəxsən belə deyirəm, hamı da belə deməlidir. Ustadları çıxmaq şərti ilə, o gözəl ustadlarımız var. Yaşayanlar hal-hazırda yaşayırlar bu devrimizdə. Gözəlliklərlə o dastanlarımızı, aşıq sənətimizi, aşıq havalarının hamısını bizim xalqımıza çatdırırlar, aşıqlarımızı, müasir örgəşən aşıqlarımızı bu devirdəkiləri öyrədirlər. Amma mən deyim ki, bu gün efirlərdə oxuyan, mənlə bərabər oxuyan aşıqların hamısı duraq əl-ələ verək ki, biz ustad aşığıq. Aşıq Mehdi qalmaqalı sevirmi? Xeyr. Bu verilişdə bir qalmaqal yaratsaq necə? O şua əhlinə məxsus olan şeydir. Qalmaqal deyəndə mənə mənsub olan, mənə çatan şeyləri deyərəm budur. Aşıq Mehdinin dəyərləndirdiyi aşıqlar. Bugün dəyərləndirdiyi aşıqlar. Bu gün efirdə görkən aşıqlarımızı deməli xalq sevir ki, tələb eləyirlər, efirdədirlər. Amma efirdən qıraqda da var gözəl sənətkarlarımız, onu mən tanıyıram, bəlkə indi adını deməklə orada tanımayanlar olar. Amma bir gün efirdə oxuyan xalq, bax bu gözəl kanallarımızda çıxış edən aşıqların əksəriyyəti gözəldir. Biri gözəl saz ifası ilə,
Biri gözəl səsi ilə, biri gözəl oxumağı ilə, biri gözəl şirin danışığı ilə. Aşıq Mehdi, hamı kasetlərdə, disklərdə, maşında, yəni əksər yerdə görürüm ki, sizə qulaq asır. Aşıq Mehdi özü kimə qulaq asır? Yol boyunca, yəni bütün gün siz yollardasınız. Aşıq Mehdinin o dəyərləndiyi, bəhrələndiyi aşıqlar kimlərdir? Mənim ən sevdiyim, Allah rəhmət eləsin, Yorun nurla da olsun. Ən sevdiyim, həmişə oxuduğum və doymadan təkrar oxuduğum aşıqanlar Məhərrəm olur. Oy, nə gözəl. Aşıqanlar mənim də sevdiyim aşıqlardan. Açıq aşkar deyirəm. O diskini, onun kasetini Bakıdan Bərdiyə, Gəncəyə, Tovuza, Gəncədən Tovuzdan Bakıya təkrarən qoyam yorulmaram. Nə gözəl, onda ruhumuz uyğundur. Aşıq xanlar xanım, bir dəqiqə mən icazə versəniz, bir haşiyə çıxın. Aşıq xanlar hamımızın əzizimiz idi, Allah rəhmət eləsin. Aşıq xanlarda qeyri-adi bir xüsusiyyət var idi. Yəni, o da Allah vergisi idi. Aşıq xanlar həm bədii qiraət ustası idi, həm aktyor idi. Bəli. Həm də saz ifaçısındakı xanlar, solo saz ifadə xanlar kimi çalan yox idi. O qədər şirin, indi zil səsindən oxumaq başqa şeydir. Amma o balaca səsi ilə o qədər şirin oxuyur. O qədər şirin oxuyur. Layla deyildi. İstər-istəməz bax bir yerdəki qulaq asırıq, qaytarıb bir də qoyuruq. Qaytarıb bir də çeviririk. Bir də çeviririk ki, o bizim tam qanımıza, iliyimizə çatsın. Sanki ruhumuzdur. Ruhumuzdur, dincəlir. Bəli, bax Aşıq Mehdi çox gözəl qiymətləndirdi. Mən təşəkkür edirəm Aşıq Mehdiyə də. Mən açıq deyirəm. Yəni, valla çox gözəl zil oxuyan aşıqlarımız da var. Mən onu doymuram. Hə, yəni o təkrarən qulaq asırım. Təsdən baş sartel oxuyurdu və ya qeyri-havalar oxuyurdu. Onun özünün oxuduğu ayrı bir oxu yolu var. Çalğısı ilə həm ahəng. O, heç kəs onu əvəz eləyə bilməz. Yəni, o əvəz olunmaz sənətkar, bax, xanlar kimi. Mehdi, xanlar yolu, xanların özü sayaq, heç oxumusunuzmu? Yəni, oxumuşam. Hardasa o səs də bizi xatırlasın, o ifa bizi xatırlasın. Oxumuşam, olub. O xanları xatırlatsın. Oğlu, Allah canını sağ eləsin. Efirdən salamlayıram onu, onun ailəsini. Azər dəfələrlə deyir ki, sən birdən elə oxuyursan, birdən elə saz, o barmaqların işləyir, səsin işləyəndə rəhmətli atamı xatırlayıram. Çoxdur, aşıqanlar heç kimin yolunu davam eləməyib. Özünün özü. Öz yolu var. Amma bu gün aşıqanlar yolunu hamı istəyir. Çox sevə-sevə istəyir də ki, aşıqanların yolunu heç olmasa bir baş sartel ya bir dubeyti. Nə olar, bir dənə xanlar yolu oxuyasan. Əzaflı dubeyti. Əzaflı dubeyti. Amma bir o qədər də yox, mən... Səsin bilirəm ki, nasaz da onu bilirəm. Ancaq çox xahiş edirəm, bizə xanlar yolu bir ifanı çatdırasan, bax elə bu məqamda. Belə qayalardan eynəmə şarsan, qayalardan eynəmə şarsan, qaqıldaşı vətən kəhli, qaqıldaşı vətən kəhliyətə, kəhliyətə, kəhli. Cazibəlin ey bəstəkarsan, Cazibəlin ey bəstəkarsan, Gül çiçəkdən itən kəhli, Sar tellin incə belli, Bizim elli qayalardan əğməşarsan,
Şaqqıldaşıb ötən kəhlik Cazibəli bəstəkarsan gül çiçəkdən itən kəhlik Bəlkə çaşıb yol azmısan, inanmıram axı bülbül. Sən də düşdün diyar-diyar, xəbər gətir, xəbər apar. Sənin qoşa qanadın var, neynər düşmən oxu bülbül. Sən ayrıldın Qızılgüldən, mənim yurdum gedib əldən. 11 ildə bu gözlərdən ərşə çıxıb yuxu bülbül. Kamil kimi sən də ləlik, vidalaşaq gəl hələlik. Birdən olar görüşmərik, gedib ömrün çoxu bülbül. Gedib ömrün çoxu bülbül. Abələn ayaqına köksü xallı Ayaqına köksü xallı Dili şəkər sözdü, ballı sözdü Ballı sözdü, ballı sözdü, ballı İşi gücün ay geyli qallı İşi gücün ay geyli qallı Dədə-qəmə batan kəhliyim Dədə-qəmə ay batan kəhli Batan kəhli, batan kəhli Mehribanım, dinimanım Mehribanım, dinimanım Sana kurban olsun, olsun Benim şirin canım Benim şirin canım şirin Canım şirin, canım şirin canım Ayaqına köksü pallı Dili şəkər Sözü də ballı İşi gücü qeyli qallı Dərdə qəmə batan kəhli Amələ özü kəşsən ay bərəsindən Özü kəşsən ay bərəsindən Babda fərküsə səndən Leyli, 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 leyli Vəhşilərin ay nərəsindən Vəhşilərin ay nərəsindən Səsə kəli yatan kəhliyim Dədə-qəmə batan kəhliyim Sar kəllini cəbəlli Bizim ellini leyli, 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 leyli
yavaş git. Sana sevdim ey var yavaş git yar yavaş git yar yavaş git. Ofsi keçdə bərəsindən, bax müzəffər küsər səndən. Bəşlərin nərəsindən, səksəkəli yatan kəhli, dərdə qəmə batan kəhli, dərdə qəmə batan kəhli. Eşq olsun ay Mehdi. Heç dərdə qəmə batmayasınız. Allah xanlara da Allah rəhmət xanlar eləsin. Məhərrəmova da, Sarıoğlu Müzəffərə də rəhmət eləsin. Valla bəlkə də xanlar bu qədər elə kəhli şeirini belə şirinliklə oxumaqla o Müzəffər Sarıoğlu'nun şeirini bəlkə də şah şeiri elədi. Kəhliklərin içində o dəqiqə o şeir seçilir. Buyurun əyləşin, təşəkkür eləyirik. Və mən o şirinliyi aldım. Hər dəfə İlham Aslanbəyli də gələndə bizim efirimizə mütləq o xanlar yol, o kəhli şeirini ondan da alıram. O da çox şirin oxuyur. Kamil müəllim, sizi sözüm var. Səhətimlə bağlı çox üzr istəyirəm bütün tamaşaçılardan. Biraz problem var, hamı hiss eləyir onu, səsimdə problem var. Mən Kamil təbibə dedim. Dedim Mehdinin səsini bir təbib yana müalicə eləyin gəlsin. Dedim Mehdi nə oxusa xalq qəbul eləyəcək, necə oxusa. Elə o xəstə səsindən də oxusa dedi, hamıya xoş gələcək. Ona görə biz qəbul eləyirik. Necə oxusanız, mən bilirəm, xəstə körü sazımızın xəstələri üçün bir məlhəmdir. Təşəkkür eləyirik hər bir ifanız üçün. Kamil müəllim, Mehdi ilə Fərhadla, yəni Fərhadı da Mehdidən ayırmaq, çünki o özü də peşəkar sənətkarımızdır. Aşıq ailəsində böyüyüb başa çatıb, yəni damarlarında aşıq qanı axır bu adamın da. Ayırmayaq bunlar. Bunlarla sizi bir dostluq ünsiyyəti bağlayır, bir dostluq telləri bağlayır və belə deyirlər ki, hər bir dostluğun gözündə bir mələyi var. O dostluq yaşarsa, o mələklər sevinər, gülər, o dostluq bitərsə, o mələklər ağlayar. Çox düzdür, Şeyx xanım, çox sağ olun sualınıza görə də. Bilirsiniz, bir dəfə də bu sualı hardasa mənə vermişdilər. Dostluğun hardasa bir başlanğıcı olur da, bunun bir ilk sıfırdan başlamaq məqamı gəlir ki, tanış olursan. Aşıq Meytinin, əvvəlcə Fərhaddan əvvəl Meytini deyim ki, Aşıq Meytinin mən birinci televiziyadan o gedən yarışmalarda qulaq asanda ona qədər tanımırdım düzü. Oradan baxanda istər-istəməz necə ki bu qeyrilərinin nə qədər ki qəlbinə yatıb, mən də xüsusi mənə belə ləzzət elədi bunun oxumağı və verilişdən o yarışma başa çatanda bu da qaliblərin müəyyənləşəndən sonra Aşıq Meyti ilə mən can atdım ki görüşüm və görüşdük də. O vaxtdan yəni neçə vaxtdır ki bu yarışma qutardığı, o vaxtdan bəri mənim birinci onun səsinə vurğun olub. İlk dəfə səsinə vurğun olmuşam. Amma sonra səsinə vurğun olandan sonra, özü ilə yaxınlaşandan sonra görmüşəm ki, həqiqi Allah bütün gözəllikləri çox vaxtı bir insanda cəmləşdirmir. Birinin xasiyyətini gözəl verir, sənəti olmur. Amma birinin yaxşı sənəti var, amma yaxşı xasiyyəti yoxdur, açığı. Amma bu mənim dostumda yəni həqiqi həm yəni insaniyyətliyi gözəldir, həm yoldaşlığı gözəldir, həm dostluğa layiq oğlandır. Sənəti də ki göz qabağındadır. Mən sənəti haqqında danışdıq. Qaldı ki mənim dostum, qardaşım Fərhad. Fərhad bəyə özü bir gözəl söz dedi. Özü də bir Allah atasına rəhmət eləsin, o musiqiçi ailəsində dünyaya göz açıb. O musiqi ki bu qandadır, bu bədəndədir. Onu burunla da, barmaqla da ifadə eləmək olar. Eləyir də qarmonda. Dodaqla eləyir, balamanla ifadə. Çünki qandadır. Hardan istəsə bu musiqini əxs eləyir də çatdırıb cəmatı. Sazla istədi, sazı götürdü, çaldı. Deməli, bu adam başdan ayağa musiqidir, qanı. Özü də necə musiqidir? Musiqini də o zay eləyənlər, elə günə salanları demirəm mən. Saz havalarını, sazın ruhuna köhlənən havaları Fərhad qədər, yəni çalan yoldaşlar var, başqa yoldaşları da mən tanıyıram. Habildir, oğlanın adı, o da çalır, Gədəbəlidir. Amma məsələn Fərhadın mənim xüsusi Rafizdir, onları da tanıyıram. Amma Fərhad qədər mənə şəxsən mənim özümə ləzzət eləyən yoxdur ki, bu qarmonla sazı elə uyğunlaşdırır ki,
elə bil ki, 2 balamançı, 3 balamançı çalır. Elə bir biri bəmi tutur, biri pəsi tutur, bax belə. Yəni ki, mən ona görə də Fərhada da öz minnətdarlığımı bildirirəm. O dağların, qarlı dağları bizim yəni gəlib götürüb gəlmişik. Bəxtinə də hər dəfə qış mövsümü düşür. Qış mövsümü, eybi yox, dost yolunda boran olar, qar olar da, bunu biz deməmişik. Aşıq Mehdiyə də öz təşəkkürümü bildirirəm ki, bugün xəstə, yəni öz ifaları ilə bizi feyziyab elədi. Fərhad Balamandan danışdı, Balaman ifaçılığını da vurğuladınız Fərhadın. Balamanınızı da yəqin gətirmiş olarsınız, hə Fərhad? Balamanınız hardadır? Bəlkə bir Balaman ifasını da alarıq sizdən inşallah. Bununla biz və Fərhadı Azərbaycan xalqına bir balamançı kimi də nümayiş elətdirəcəyik ki, burada. Və aşıqların əli yerdə qalanda. Qoy bir Balamançı tanısınlar ki, bəli, bizdə də biraz qıtdır balamançılar, yəni peşəkar balamançılar azdır. Yox, birisi də deyir, ataların bir yaxşı söz var, deyir, bir əldən çıxsa yaxşıdır da. Da elə qarmon burada, balaman burada, aşıq da sazla aşığın yanında. Hansını istəyir göz çalsın. Xanım, deyirsiniz, balamançı taplayanda Fəhrada deyək. Yox, Fərhadla mən balamanla da toyda olmuşum, dəfələrlə. Çox gözəl, o qarmonda necədir, balabanda Hansı deyilər. ifası gözəl? Eynidir, taraz gələr. Hə? Valla tarazdır. Əgər qamışız adı yerində olsa gözəl. İndi bu görünən dağa nə bələdçi, elə siz burada, məkan burada bir göstərərsiniz, biz də görərik ki, bir o balamanla necə alınır o ifanız. Və dostluqla bağlı danışdıq Kamil müəllim. Yəqin ki, dostluqla bağlı şeirləriniz də var sizin. Dostluqla bağlı çox şeylər var, indi yadımda olanlar dedim. Birdən müşahidə eləməsə Kamil müəllimin yadına şeir düşmür. Mən bir gəraylı deyəcəm. Aşıq Mehdi o gəralini oxuyubdu, o diski də, kompakt diski də çıxıb, yəni. Bir diskiniz də işıq üzü görüb elə bu yaxınlardan. Sağ olun. Bunlar da, buradakı aşıqlar da... Aşıq Ədalət Dəli Dağlıdır, Aşıq Mehdi Mənsimovdur. Qorxmaz Tofiqoğlu, İctimai Radionun redaktoru, Qorxmaz Tofiqoğludur, onu yəni təqdimat eləyib. Bir də mənim oğlum da saz ifaçısı Dəfsun Kamiloğlu. Gəraylı içə bir dənəm. Bir gəraylı deyəcəm dost haqqında. Dostun olsa, dostu qoru. Var olar da, var olmaz da. Təpə bilməz zirvələri, qar olar da, qar olmaz da. O dost əsil olandısa, bəsdi qeydə qalandısa, ağac kölgə salandısa, bar olar da, bar olmaz da. Açıq süfrə geniş ürək, qanun olsun mərdə gərək. Xoşdur halal yavan çörək, ay Çiçək xanım, şor olar da, şor olmaz da. Kamil bulaq-bulaqdısa, tez əl üzmə su yoxdursa, ağ su gəlmiş bir axdısa, car olar da, car olmaz da. Dərya Məmmədin şeirini xatırlatdı mənə bu şeir. Vəfalı dost tək-tək olar, Bəli. insanlarda 100%-dir. Arzu edək can sağlığı, çox da birdir, az da birdir. Kəhli ötər qış keçəndə, ofçu yanar, of keçəndə. Kimin günü xoş keçəndə, qışda birdir, yazda birdir. Məhəmmədin könlü xəstə, sinən üstə. Məhəmmədin könlü xəstə, yaxşı dosta hörmət bəstə. Eşqin varsa sinən üstə, tar da birdir, saz da birdir, tar da birdir, saz da birdir. Sağ olun, təşəkkür edirəm, gözəl şeirdir. Bu da vəfalı dostlara aid Dərya Məhəmməddən olsun bu şeir. Çox sağ olun, təşəkkür edirik. Bax, belə bu da tamaşaçılara sizinlə araya-ərsəyə gətirdiyimiz bir veriliş. Yavaş-yavaş elə bilirəm ki, verilişimizin sonuna yaxınlaşırıq. Ancaq hələ bir axarı olsun inşallah. Axarı olar bəli inşallah. Hələ ki, ürək sözlərinizi də götürə bilərik, hələ ki, bir ifaya da yerimiz var və sonda yəni, ürəyinizdən keçən şeirlər, yəni hansı sual istəyərdiniz ki, mən o sualı sizə verim və o sualla bağlı hansı şeiri demək istərdiniz? Bax, o şeiri sizdən almaq istəyərdim. Çiçək xanım, çox gözəl ovqatda bir veriliş oldu, mən belə başa düşürəm. Çox sağ olun, sizə təşəkkür edirəm.
bütün yerində sualların verdiniz, cavablandırmağımı deyə bilmərəm nə dərəcədə sizi qane elədi. Amma sualları çox düzgün suallar qoymuşdunuz. Amma bu gün mən adların çəkdiyimiz, yəni ruhları şad olsun o sənətkarlar ki, bu gün bizim aramızda yoxdur, biz onlardan hələ də bəhrələnirik. Ona görə də o yazarlarda, onlar yadıma düşəndə mənim bir divani yadıma düşdü. Adətən məclislərdə bilirsiniz, divani məclisin açarıdır, əvvəlcə olmalıdır. Amma bu söz elə gəldi ki, də bu divanın axırda deyəsi olduq. Divanidə qafil insan, yəni bu dünyanın etibarsızlığını nəzərə alaraq, qafil insan Süleymana varı qismət olmadı. Hatəm olan Hatəmə də barı qismət olmadı. Mənəm deyən İskəndər də hücum çəkdi zülmətə, su içməmiş yenə qaldı, zarı qismət olmadı. Çingiz xanın qollarını heç kim əyə bilmədi. Axır sözün əcəl vaxtı durub deyə bilmədi. Sona kimi qazandığın Harun yeyə bilmədi. Xəzan vurdu bağçasını, barı qismət olmadı. Bu dünyamız başdan başa məskənidir günahın. Hökmü verən ilahidir, kim nə bilər sabahın. Baxdı şeytanın sözünə saxlamadı tamahın. Adəmə cənnət bağının narı qismət olmadı. Zaman eşqə düşənin də çoxlarını dağladı. Kərəm yandı, külə döndü, əsli qara bağladı. Saz sinədə bayatı ilə yaxşı deyib bağladı, sevdiyinə hakem aşıq sarı qismət olmadı. Fərhad yardı dağı, daşı, qayalardan od aldı. Nə yazıq ki, şirin kimi sevgilisin yad aldı. Məcnun düşdü səhralara, divanə tək ad aldı. Leyli kimi binavaya yarı qismət olmadı. Kamil təbib bilsin gərək insan öz ixtiyarın. Firon Allahlıq eylədi, tapdı dərdin əzarın. Neçə-neçə qılıncından qan daman hökmüdarın doğulduğu torpağına görü qismət olmadı. Bugün ki, o cür şəxsiyyətlər bu həyatda yoxdur. Həyatın bir növ, bu vəfasız dünya insan belə baxanda bütün həyatda insan biraz cılızdaşır. Ki, kimləri yada saldıq amma bu gün yoxdur. Aşıxanlar Məhərrəmovu yada saldıq bu gün. Onun, məsələn, o ifaları gözümüzün önündə canlandı. Meyti onun bir ifasını təkrarlamaq istədi, oxudu, gözəl oxudu. Yəni, Bəhmən yada düşdü, Sücayət yada düşdü, Ənvər Rıza yada düşdü. Allah ölənlərə rəhmət eləsin, onlara ruhu şad olsun. Qeyri yazarlarımızı da iti qələm arzulayıram, güclü təb arzulayıram. Təşəkkür edirik. Kamil müəllim, kamil insan gözəl söz söyləyə bilən insan deyil təbii ki. Söylədiyini edən və edə bildiyini söyləyən insanlardır. Siz də o kamil insanlardansınız. Çox sağ olun, təşəkkür edirəm. Və böyük adamlar böyük olduğunu bilməklə bərabər eyni zamanda böyüklüyünün də bir kiçikliyini duyan insanlardır. Əlbəttə. Siz o böyük insanlardan, o ziyalılarımızdansınız. Bugün bir duyğulu ovqat yaşadıq, biraz kövrəldik, biraz qəmləndik, biraz ruhu şad olsun ustadlarımızı, böyük şairlərimizi yada saldıq. Allah rəhmət eləsin və gözəl bir, duyğusal da olsa bir ovqatı yaşadıq. Çox gözəl. Ancaq mən verilişin sonunda, hər ikiniz bizə bir Kəlbəcər ovqatını yaşatdınız və biz bundan biraz cana qəhərləndik. Ancaq mən Mehdini də, sizi də bilirəm ki, sizdə gözəl bir baməzə əhvalatlar da olur, baməzə söhbətlər də olur. İstəyirəm bir verilişin sonunda bir Kəlbəcər əhvalatlarından, bir baməzə bir lətifəsini, bir yumorunu alaq və verilişi bu gözəl bir yumorla, bir təbəssümlə başa vuraq. Nə yadınıza düşür? Elə bir yer olmaz ki, orada müəyyən bir hadisələr lətifəyə çevrilməsin. Bunu Aşıq Mehdi də çox gözəl bilir. Yəni, bizdə çoxdur, belə şeylər çox olub. Bizdə xüsusi, hələ Kəlbəcərdə xüsusi bir-iki nəfər var idi ki, Kəlbalı kişi vardı bizdə, Rəcəb kişi vardı, o kişinin Rəcəb idi mi? Onlar, deməli, elə bir söz deyən adamlardı ki, onların sözünün qabağına söz demək mümkün deyildi. Yəni, kim olur olsun, yəni onun sözünün cavabını, həqiqi mənada sözün axadı cavabını verirdi. Köhnə kişilərdən. Köhnə kişilərdəndir, hə. Amma
Birə-bir deyir bizim bir tərəflərdə bir nəfərə yağış möhkəm yağırmış. Şimşək çaxır. Şimşək çaxanda at minən kişiymiş da. At əlindən çıxır. Şimşəyin səsi gürüldayan, ildırım çaxanda at əlindən çıxır gedir. İndi əvvəlcə adətən şimşək çaxanda səsi gəlir, sonra belə işığı gəlir, sonra səsi gəlir, çatır da kişiyə. At çıxandan sonra bir də bu yağışdan qorunmaq üçün qaçır, girir bir qayanın altına ki, bunu yağış vurmasın. Şimşək bir də çaxanda üzün tutur belə göyə sarı deyir, gülləni atdın, at əlindən çıxartdın, indi işıq yandırıb məni gəzirsən. Yəni belə hadisələr çoxdur. Çox danışmaq olar ona, belə hadisələr. Mehdi bəlkə bir yaxşısını danışır. Mehdi bayaq birini danışdı, mən istəyirdim belə oğalım. O bir Jiguli, iki Jiguli, o nəydən Mehdi? Bir onu danışsa zəhmət olmasın. Allah, onu çox dəqiq bilmirəm. Bildiyini yetir bizə. Biri Kasımın biriymiş də, lüt gedib. Mikrofonu azana yaxın tutun zəhmət olmasın. Gedib arvad öydən qov çıxardıb, deyib, yer görüb. Cəmaat pul qazanır. Get sən də pul qazan gətirdin. Bu uşaqları nə ilə dolandıracaq? Yazığın bir qarmağı var imiş. O da o qarğıdan qarmaq. Nə belə? Gedib çayda balıq tuturmuş. Bir balıq düşüb bunun qarmağına çıxanda bir balıq dil açıq deyir ki, ey bən insan, məni burax. Məni burax çıxım gedim. Sən məndən amma 3 arzu dilək də. Arzula mən onu həyata keçirdəcəm, yerinə yetirim. Kişi fikirləşir, deyir ki, qoy birinci arzumu deyin. Deyir, bəli, deyir. Deyir, elə Allah Teala bana bir 07 qismət eləsin. Bir Jiguli qismət eləsin. Deyir ki, bu biri, indi ikinci arzunu deyir. Deyir, ikinci arzumdadır ki, Allah Teala bana ikinci bir Jiguli qismət eləsin. Belə balıq buna baxır, deyir, yaxşı olsun ikinci bir Jiguli. Üçüncü arzun nədir? Üçüncünün üstə deyir, elə üçüncü də Jiguli olsa pis olmaz. Deyir, ay insan, bəs sənə 3 arzu hərəsi birindən fərqli olmalıydı ki, bir arzu arzulayasan, onu Allah sana qismət eləsin. Nə inirsən 3 Jigulini? Deyir, nə verəcəm, üçünü birləşdirib satıb özümə bəlkə bir cip aldım. Belə bax, Kamil müəllim, belə bir təbəssümlə ovqatla istəyirəm verilişimizi başa vuraq. Mehdi Bakıdan gəlib, siz Bərdədən gəlmişsiniz, Fərhad qardaşımız Gədəbəydən gəlib. Səhər-səhər hər birimiz burada bu canlı məkanda biz cəm ola bilmişik və bunun üçün hər birinizə təşəkkür edirik və bir daha deyirik. Gələn ayaqlarınız var olsun, həmişə gəlin. Çox sağ olun, Şəxanım. Biz sizi kimi sənətkarları gözləyirik, bu xalqımız gözləyir. Çox sağ olun. Mən də sizə Türkiyə TV televiziyasının başda rəhbəri olmaq şərti ilə yaradıcı heyətin hamısına bir-bir öz təşəkkürümü bildirirəm. Bütün Tovuz xalqına öz təşəkkürümü bildirirəm. Tovuz televiziyasının, Türkiyə TV televiziyasının seyircilərinin hamısına təşəkkürümü bildirirəm ki, vaxtlarını sərf edib bizə baxdılar. Əgər biz onların bir ovqatını oxşaya bildiksə, xoş. Oxşaya bilmədisə, oxşaya bilmədisə bizi bağışlasınlar. Yox, inanıram ki, oxşamış olarıq. Yəqin ki, bəli, sizə də təşəkkür edirəm bu verilişə bizi dəvət elədiyinizə görə. Bir daha gözəl aşığımıza təşəkkür edirəm. Fərhada təşəkkür edirəm ki, Gədəbəydən o qarlı dağları yarıb, gəlib qoşulub bizə bir rəng qatması bizim üçün çox önəmli bir iş oldu. Çox sağ olun, minnətdarıq. Mən arzu edirəm ki, bu verilişlər axarlı olsun. Yəni, həmişə davam eləyək və bayaqki arzuma bir də qayıdıram ki, Kəlbəcərdə Allah qoysa bu çəkilişin birini eləyək, eləmək arzusu ilə sizdən ayrılırım. İnşallah, təşəkkür eləyirik bir Çox daha hər birinizə. Bax, belə sevgili tamaşaçılar, sazımız gözəl, sözümüz gözəl və bugün sizlərlə yaşadığımız, ovqatımız, hər şey gözəl. Belə deyirlər, sən demə bu dünyada, bu həyatda hər şeydən gözəl bir təbəssüm imiş. Onu heç bir xərci yoxdur. Alan, verən kasıflamaz, alan o təbəssümü alan isə varlanar və belə deyirlər ki, yorulan yolçuların istirahətidir xırdaca bir təbəssüm, küslü könüllərin məlhəmidir xırdaca bir təbəssüm. Üzünüzdən, gözünüzdən təbəssüm əksik olmasın. Oxuduqlarımdan belə bir
rəvayətdə mənə belə yəqinlədim ki, sən demə bu dünyada, bu həyatda ən savab iş elə bir xəfifcə təbəssüm imiş. Kiçicik bir qız yol üstündə fikirli dayanan bir nəfər kişiyə kiçicik, xəfif bir təbəssümlə baxır. Fikirdən ayılan kişi qızın təbəssümündən sanki yuxudan ayılır və dərdini, qəmini unudub, ona yaxşılıq eləmiş bir dostuna dərhal bir məktub yazmaq, bir razılıq, bir təşəkkür məktubu yazmaq istəyir və o anda o məktubu ötürür. Yoldaşı, dostu bu məktubu alıb oxuyur və bu anda hər hansı bir yeməkxanada çörək yediyi məqam bu aldığı məktubdan, bu mesajdan deyək, o qədər sevinir ki, o yeməkxanada xidmət eləyən xadiməyə qiymətli bir bəxşiş verir. Ömründə bəxşiş almayan bu xadimə o qədər sevinir ki, axşam evə dönəndə həmin bəxşişin bir hissəsini yol üstündə dayanan bir dilənçiyə verir. 2 gün ac qalan dilənçi bu hədiyyədən tez qaçıb qarnını doydurur, yemək alır və hətta evində ac qalanlara da yemək alıb aparır. Bax, bu kiçicik bir təbəssümün yaratdığı bir savab əməl idi. Savab əməllərinizdən əksik olmayasınız. Müqəddəs aylarımızda, günlərimizdə, ömrümüzün hər anında, hər dəqiqədə üzünüzdən, gözünüzdən sevinç, təbəssüm əksik olmasın, dəyərli tamaşaçılar. Bax, bu təbəssümlə də sizlərdən ayrılırıq. İnşallah bu gülər üzümüzlə, bu təbəssümümüzlə sizləri gələn həftələrdə də görüşərik, qarşılayarıq. Allah amanında qalasınız.